Salam aziz dostlar, yeni SMM dersimize hoş geldiniz. Biz geçen derslerde dizayn barədə danışdıq ve dizaynın değeri barədə danışdıq. Eğer o videoları görmədinizsə, mütləq ilk gidin, onlara baxın, məşq edin, öyrənin, səhifənizi açın Instagramda, başlayın nəsə dizayn eləməyə, məşq eləməyə. Sonra gəlin bu dərsə baxın, çünki əsas bizim üçün odur ki, addım-addım gedək. İlk biz yaxşı bir səhifəmiz olmalıdır ki, sonra onu biznesə çevirək və aparaq. Və o səhifədə gözəl dizaynlar, gözəl işlər lazımdır. Ona görə mütləq gedin, ilk dərslərə baxın ki, mən orada həm dizayn barədə izahat vermişəm, həm Canva keçmişəm, həm CapCut keçmişəm ki, siz həm videolarınızı, həm şəkillərinizi düzələ bilərsiniz, hardan şəkil yükləyə bilərsiniz, hardan video yükləyə bilərsiniz, hamısını sizə izahat vermişəm və ilk onları öyrənməlisiniz. Sonra gəlin birlikdə bu dərsi baxaq. Əgər nəsə sualınız varsa, mütləq yorumda yazın və mən cavab verəcəm. Yaxşı, əsas hissə dizayndan sonra budur ki, biz bir biznes səhifəmiz olsun. Niyə biznes səhifə? Baxın, Instagramda 3 model səhifə var. Ya biznes səhifə, ya personal səhifə və ya author ya creator səhifə. Bunların fərqi nədir? Birinci ki, siz Instagramı yükləyəndə səhifəniz belə gedir, o personaldır. Yəni nə? Yəni ki, normal şəkil paylaşmaq, dostları ilə şəkil çəkmək, gedib səhifələrə baxmaq, like etmək, bəyənmək, yorum yazmaq, belə normal səhifə. O personaldır, yəni şəxsi bir səhifə. Ki, siz onu bağlaya da bilərsiniz, yəni ancaq dostlarınız gəlib baxsın. Gördünüz, bəzilər bağlayırlar, ancaq profil şəkili var. Normal şəkillər, normal videolar ki, paylaşırlar, ancaq dostlar görə bilər. Amma bu iki səhifədə siz səhifənizi bağlaya bilmirsiniz. Yəni, əsas fərq biri budur. Bunlar nədir? Biri creator ya authordur, biri businessdir. Creator ya author kimin üçündür? Kimsə ki, nəsə yaradır. Yəni, məsələn, mənim kimi bir müəllimdir, video çəkir, amma bir unvan yoxdur. Bir belə bir ofis ya yer ya mağaza ya belə bir şey yoxdur ki, kimsə gəlsin ki, adam unvan yazsın, nömrə yazsın, nəsə məhsulu olsun, belə şeylər. Creatordur, yəni nəsə yaradır, bir müğənnidir, səs ilə nəsə yaradır, bir aktyordur, rol oynayır, nəsə yaradır, müəllimdir. Belə insanlar ki, nəsə paylaşırlar, ona görə onlar üçün profesional səhifə lazımdır, statistika lazımdır, reklam qoymaq lazımdır. Məsələn, bir müğənnidir, konserti var, onu qoymaq istəyir reklama. Normal bir səhifə deyil, amma bir biznes də deyil. Belə bir səhifəni biz deyirik creator ya author. Və üçüncü növ də biznesdir. Yəni, əgər siz bir biznesiniz olsa, işiniz olsa, mağaza, ofis varsa, belə bir vəziyyət olsa, siz biznesi seçirsiniz və təbiidir ki, onun üçün unvan, nömrə, WhatsApp, belə şeylərə verməlisiniz və bağlamalısınız bunları. Hələ mən indi misal kimi öz səhifəmi burada qoymuşam. Mənim məsələn köhnə şəxsi səhifəmdir burada. Əvvəldə bu creator idi, amma mən dərs üçün onu personal eləmişəm, ya şəxsi eləmişəm. Və bir şey də ki, xeyli önəmlidir. Baxmayın ki, mənim Instagramım İngilis dilindədir. Heç bir fərqi yoxdur. Sizin Instagramınız Rus dilində də olsa, Türk dilində də olsa, biz burada belə dərs keçirik ki, fərq eləməsin. Yəni, o barədə narahat olmayın ki, mən başa düşmürəm ya mən İngilis dili bilmirəm. Problem yoxdur. Mən belə izahat verirəm ki, siz öz diliniz ilə gəlib öyrənə bilərsiniz. Burada bir şey var ki, bütün demək olar sosial proqramlarda var. Və o da 3 xətti ki, yuxarıdadır. Baxırsınız,
yuxarıda 3 xətt var. Mən göstərirəm, belə hərəkət eləyirəm. Baxırsınız yuxarıdadır. 3 dənə balaca xəttdir plus yanında. Bunun adı beynəlxalq adı hamburgerdir. Çünki hamburgerə oxşuyur, bir sandviçə oxşuyur. Onu bütün dünyada deyirlər hamburger. Və bundan sonra mən nə zaman ki deyirəm hamburger, bilin ki orada işimiz var. Biz gedirik hamburgerə, istəyirik birlikdə biznes səhifə yaradaq. Burada çoxlu hissələr var ki, mən indi hal-hazırda çoxlu hissələr ilə işim yoxdur. Amma burada yazıb ki, burada baxın, yazıb account type and tools buradadır. Baxın, gedib gəlirəm üstünə, baxırsınız. Hə? Bu. Account type and tools. Bir şey ki xeyli önəmlidir. Qoyun sizə çəkim, bir də baxın çəkə bilərəm, bəli. Baxın, bu nədir? Screen rate. Baxın, bu əsas budur. Bu account məsələn türk dilində hesabdır ya belə şey, fərq eləmir. Siz mən dərs keçəndə işarələrə baxın və dəftərdə də yazın. Yəni dəftərdə gətirin yazın. Instagramda biznes hesab yaratmaq. Bu addımlara ox işarəsi. Məsələn yazırsınız Instagram ox işarəsi. Hamburger ox işarəsi. Sonra bunu çəkirsiniz belə məsələn 1, 2, 3 xətt. Ki bunu hansı dildə olsa siz onu belə tapa bilərsiniz. O 3 xətt ki bir kvadratdadır. Hala mənimki yazıb account, sizinki nə yazıb onu yazın. Rus dilindədir, türk dilindədir, onu yazın. Və belə ox işarəsi ilə yazın ki yadınızdan çıxmasın. Amma əsas bizim üçün bu deyil ki burada nə yazıb. Əsas bu işarədir. Gedin işarəni tapın, dəftərdə də qeyd edin. Yaxşı? Və biz gedirik bura. Burada iki yazı var ən yuxarıda. Baxırsınız, yazıb ki switch to professional account birinci. Ki fikirləşirəm türk dilində profesional hesaba keçiş yap. Belə bir şey idi. Əgər düz yadımda olsa. Biri də var yeni profesional hesab aç. Hala belə də edə bilərsiniz, amma mən çünki hesabım var, onu çevirmək istəyirəm biznesə, bunu seçirəm. Sizə də məsləhət verirəm və birincini seçin, birinci bu. Yaxşı, bizə nə deyir? Deyir ki, siz biznes hesab olanda nələr edə bilərsiniz ki, normal hesabda, personalda yoxdur. Biri yazıb insight, yəni statistika. Yəni sistem bizə statistika verir ki, biz xeyli o barədə danışacağıq və xeyli önəmli bir hissədir. Ki, səhifədə nə baş verir, nə xəbərdir, kütlə kimdir və kimsə ki, baxın, statistikanı bilmir, onun analizini bilmir, heç vaxt deyə bilmir ki, mən SMM menecerəm, mən SMM işi görürəm. Demək olar ki, hər şey marketingdə, ancaq da online marketing, offline marketing, Instagramda marketing, Facebook, YouTube, hər yerdə, hər şey marketingdə statistikaya bağlıdır. Yəni statistikasız marketing ləngdir. Xeyli önəmli bir hissədir. Sonra run ads, yəni bu ADS yadınızda saxlayın ingilis dilində, yəni reklam. Run ads, yəni reklam qoymaq, yəni bir reklam qoya bilərik, normal hesabda reklam qoya bilmirik, amma burada reklam qoya bilərik. Və üçüncü də ki, yazıb get paid. Və bu nə yazıb? Yazıb ki, siz hətta pul da qazana bilərsiniz. Əgər ki, hesabınız bəzi şeylər ki lazımdır, onlara uyğun olsa, siz pul da qazana bilərsiniz Instagramda və subscription sata bilərsiniz, ya belə bir şeylər var. Ki bu yox idi əvvəldə, indi təzədir ki çıxıb. Sonra nə deyir? Sonra deyir ki, kateqoriya seç. Bunu çoxlu təlimçilər, fərqi də yoxdur hansı dildə, hansı ölkədə. Belə deyirlər, nəsə keçin və gedin. Amma mən öz tələbələrimə də həmişə bunu izahat verdim. Bu çox önəmli bir addımdır. Siz deyə bilmirsiniz ki,
nəsə seçim gedim. Xeyr. Çünki siz Instagramda reklam qoyacaqsınız. Instagram sizin səhifənizə məsləhət görür. Başqa adamlara göstərir. Rəqibinizi məsələn follow atanda sizə də məsləhət verir. Və sistem belə işləyir, bir zəncir kimi. Və mən əgər səhv burada seçsəm, rəqabətdə səhv yerə düşəcəm. Məsələn, mən həmişə dərsdə misal kimi bunu deyirdim ki, təsəvvür edin ki, mən gedim meyvəliyə, Sədərəkdə, meyvəlidə, orada kitab evi açım. Necə bir şeydir? Əgər mən orada kitab evi açsam, nə düşünürsünüz? Çox adam var, amma hamı gəlir meyvə almağa. Kimsə kitabı düşünmür. Və deyə bilmirəm, orada kütlə çoxdur. Bəzilər belə düşünür ki, harada kütlə var, mən onu seçim. Xeyr, o kütlə sizin deyil. Və rəqabət də düzgün deyil. Çünki mən orada kitab gətirirəm, onlar meyvə satırlar. Ona görə biz səhv seçməməliyik. Rəqabətimiz səhv yerə düşür, səhv insanlarla rəqabət edirik. Rəqabət sistemdə dəyişir. Fəsil və fəsil dəyişir. Bəzi bizneslər üçün high seasonlar var ki, belə fəsillər var ki, çox müştəri var. Bəzi bizneslər üçün məsələn yay yaxşıdır, bəzi bizneslər üçün qış yaxşıdır və rəqabətlər o zamandır ki, başlayır. Cəmaət o zaman reklam qoyur. Və siz bunu səhv seçəndə demək olar ki, hər şeyi səhv seçirsiniz. Yəni bir addım yox. Buradan bir səhv edirsiniz və axıra qədər bu səhv sizinlə gəlir. Ona qədər ki, bunu düzəlin, bu səhv sizdə var. Reklamlarınıza xarab edir, məsləhətlərə səhv verir, ümumiyyətlə pis effekt qoyur işinizə. Ona görə bu bir izahatdır ki, mən sistemə deyim ki, mənim işim nədir? Sistem bil, algoritmlər, mən işim budur. Ona görə burada yazıb neçə dənə məsələn, hala siz telefonunuz hansı dildə olsa, o dildədir bunlar, sektorlardır. Əgər burada tapa bilməsəz, nə etməlisiniz? Baxın burada. Burada. Bunu vurursunuz və axtarış edirsiniz. Bir söz yazırsınız. Məsələn, hər bir söz. Məsələn, yazırsınız kitab. Məsələn, yazırsınız həkim, psixoloq, nə yazmaq istəyirsiniz. Yazırsınız və ona uyğun seçimlər gəlir və ən yaxını seçməlisiniz. Ən yaxını seçin ki, yeni səhv insanlarla rəqabət etməyin. Məsələn, bir dənə həkim, məsələn, kosmetoloq həkim burada yazanda həm gözəllik sağlamlıq çıxır, həm kosmetik çıxır, həm gözəllik salon çıxır, belə şeylər çıxır. Amma siz əgər ki, gözəllik sağlamlıq məsələn seçsəz bir kosmetoloq həkim üçün, o zaman kimlərlə rəqabət edəcək? Demək olar hamı ilə bütün spalar, idman zallar, gözəllik mərkəzlər, gözəllik salonlar lazım deyil. Lazım deyil onlarla rəqabət eləsin. Ona görə cəhd eləyirik ki, ən dəqiq və ən yaxın. Hala bəziləri də var ki, heç nə tapa bilmirsiniz. O zaman məsələn yerel xidmət ya lokal biznes seçməlisiniz, məcbursunuz. Amma cəhd eləyin ki, axtarın və tapın bir şey ki, sizə ən uyğun olsun. Hala biz məsələn, mən çünki orada dərs keçirəm, education'ı seçirəm. Çünki o mən məsələn education seçə bilərəm. Amma indi baxdım ki, nələr var? Digital creator da var, yəni rəqəmsal sahəsində nəsə yaradan. Və mən bu daha uyğundur. Hər ikisi education da mənimdir, təhsil. Amma mən bunu seçirəm. Niyə? Çünki mən ehtiyac yoxdur məktəblər ilə ya bağçalar ilə rəqabət eləyim. Yaxşı, bəs mən belə ki, digital creator'ı seçdim. Mən bunu seçəndə yuxarıda nə gedir? Yazıb ki, display on profile. Hala yenə hər bir dildəsiz, o dildə burada nə yazır? Yazır ki, ekranda göstərim, profilinizdə göstərim ki, sahəniz nədir? Əgər istəsəz yandırırsınız belə, üstündə vurursunuz, istəməsəz söndürürsünüz. Əgər istəmirsinizsə ki, rəqibləriniz görsün ki, nə seçdiniz, ola bilər bəzi rəqiblər bilmirlər düzgün nədir
sizdən kopya edəcəklər. Ona görə sondura bilərsiniz. Ehtiyacınız yoxdur ki o olsun. Yəni ki istəyirsinizsə ki göstərin ki mən sektorum budur, deyirsiniz ki göstər profildə. Sonra da bu mavi ki aşağıdadır, onu seçirik. Gəlirik bura. Hara çatdıq? Buradadır ki məndən soruşur biznessən yoxsa autor ya creatorsan. Əgər mən creatoru seçsəm, məndən nə soruşacaq? Soruşacaq ki, gəlin baxaq. Nə oldu? Hamısı çıxdı. Digital creator. Əgər mən creatoru niyə çıxır? Bilmirəm niyə sistem problemli oldu. Hələ gəlin biz əsas işimiz ki biznesdə onu seçək, baxaq. Biznes necə işləyir. Əslində bu belə olmamalıdır, amma bilmirəm niyə belə oldu. Yaxşı. Baxırsınız ki yuxarıda e-mailinizi soruşur. Ondan sonra nömrənizi soruşur. Ondan sonra unvanınızı soruşur. Və sonra Instagram audio kalın ki, yəni Instagramda sizə kimsə zəng eləsin. Ki bu çox mənasız bir şeydir. Məncə bunu sondurun. Çünki birdən kimsə Instagramda sizə zəng edir, biraz narahat edir. Və ən aşağıda da bunu soruşur ki, mən informasiyalarını göstərim yoxsa göstərməyim. Əgər ki məşq üçün açırsınız bu səhifəni mənimlə, göstərməyin. Amma əgər göstərməyi seçsəz, bütün müştərilərə göstərir ki, bunun ünvanı buradadır, bunun nömrəsi budur, bunun e-maili budur. Kimlər, insanlar yəni bunlar vasitəsilə sizi tapa bilərlər. Burada qəribə bir şey yoxdur. Nömrənizi yaza bilərsiniz, e-mailinizi yaza bilərsiniz. Amma burada biznes adres var ya ünvan. Ki sizə bir izahat verməliyəm bu barədə. 3 hissədən ibarətdir. Biri yazıb ki ünvan ya küçənin ünvanı, biri yazıb şəhər, biri yazıb zip kod ya postal kod. Bu zip kod və postal kod Azərbaycan üçün lazım deyil. Postal kod belə bir kod ya nömrədir ki, məsələn başqa ölkələrdə hər bir evin ya hər bir ofisin bir kodu var. Və o kod sırf o məkan üçün. Və mən burada onu yazsam, belə filmlərdə gördünüz, məsələn bir dənə qutu var Amerikada, çöldədir, gətiriblər məsələn. Nəsə məktubları qoyurlar o qutu içində. Məsələn, bu nömrə o qutunun nömrəsidir. Azərbaycanda sistem başqa cürdür. Azərbaycanda evlərin kodu yoxdur, ofislərin kodu yoxdur. Hər məhəllənin poçt ofisinin kodu var. Yəni əgər mən desəm AZ1131, mən də eyni koda sahibəm. Qonşu da eynidir. Bu küçədə o biri mənzil də eyni koddur. Niyə? Çünki bu bizim kodumuz deyil. Bu bizim məhəlləmizin kodudur ki, kimin kodudur əslində? O ofisin kodudur, poçtun kodudur ki, siz yazırsınız. Ona görə burada əgər ki siz onu yazsaz, xəritədə səhv çıxacaq sizin ünvanınız. Poçt ofisini göstərir. Müştəri vuranda ki, bu hardadır. Çünki xəritə açılır. Siz ünvanınızı əgər düzgün yazsaz açılır. Əgər səhv yazsaz çıxmayacaq. O zaman nə olacaq? Məcbur olacaqsınız ki, gedin məsələn izahatda yazılı şəkildə ünvanınızı yazın. O səhvdir. Siz burada əgər düzgün yazsaz xəritədə çıxacaq sizin ünvanınız. Müştəri onu vurur mavi rəngində. Xəritə açılır, deyir buradadır. Kimlər ki səhv seçir, məcbur olur ki profildə getsin, onu düzəltsin. Və mən burada zip kod yazmıram. Şəhər hansı şəhərdə siz onu yazırsınız və çıxacaq. Məsələn, mən yazıram Baku.
Baku, Azərbaycan çıxdı. Məsələn. Və adresi də bir şey ki, xeyli önəmlidir. Gedin ünvanınızı Google xəritədən, Yandex xəritə yox, Google xəritədən, ancaq Google xəritədən. Yəni, çünki bu Google xəritəsi ilə işləyir. Ola bilər Yandexdə başqa cür getsin. Google xəritədən dəqiq ünvanınızı gətirin, burada yazın. Onu da əgər dəqiq çıxmırsa, gedin yemək proqramlardan, məsələn Volt kimi ki yemək gətirir, orada xeyli dəqiq göstərir. Çünki onlar dəqiq evi tapmalıdırlar. Onun xəritəsindən də kopya edə bilərsiniz. Çünki məsələn Volt özü Google ilə işləyir və fərq eləmir. Siz orada əgər daha dəqiq tapa bilsəz, Voltdan kopya eləyin, gətirin ki, məsələn nömrə nədir, evin nömrəsi ya ofisin nömrəsi. Və onu burada kopya eləyin ki, düz çıxsın ki, sonra bir mavi rəngində link kimi göstərsin, səhv çıxmasın. Hələ mən indi eləmirəm və göstərmə də istəmirəm bu səhifədə heç nə. Sonra nə deyir? Deyir ki, Facebook'a bağlamaq istəyirsiniz. Bəli, bağlamalıyıq. Facebooksuz yaxşı deyil. Çünki kimsə sizin səhifənizi oğrayanda, pis olanda, hər bir vəziyyət olanda, siz Facebookunuz olanda çox rahat problemi həll edə bilərsiniz. Amma belə işləsəz, Facebooksuz işləsəz səhvdir. İşiniz səhv gedir, ehtimal daha çoxdur ki, spama düşsün səhifə, bloka düşsün, xarab olsun, kimsə oğrasın. Ona görə bağlamalıyıq. Amma mən indi bağlamıram, çünki gələn dərsdə biz ilk gedirik Facebookda səhifə açırıq biznesimiz üçün, sonra bağlanırıq. Və ona görə mən hələ ki aşağını seçirəm ki, yazıb ki, keç, hələ ki, keç. Və məncə bitib. Baxın, İndi səhifə dəyişib. Əgər istəsəz gedin videonun ilk hissəsində baxın. Orada bu edit ya düzənlə ya belə hissə var idi. Amma bu ki gəlin sizə yazım. Bu hissə yox idi. Aha. Bu hissə yox idi. İndi var. Və bu hissədə girəndə siz biznes işlərinizi idarə edə bilərsiniz. Gəlin baxaq. Baxın, statistika burada gəldi. Ki biz mükəmməl şəkildə inşallah o barədə danışacağıq. Və sonra buradan çoxlu şeylər ki, reklam barədədir, best practice-dir. Hər bir şey ki lazımdır profesional işləmək üçün Instagramda buradan istifadə edə bilərsiniz, işləyə bilərsiniz bu hissədən. Və başqa nə baş verdi? Normal şəkildə indi əgər sizin səhifəniz personal səhifə olsa, hər bir post altında boost post işarəsi yoxdur. Hala bu video çünki uzundur, icazə vermir mavi rəngində göstərsin. Amma əgər tapsam, aha, baxın, hala bu qara rəngində göstərir. Baxın, bunu da sizin üçün yazım. Baxın. Bu səhifə profesional olanda gəlir. Ki siz buradan reklam paylaşa bilərsiniz. Hansı postu ki istəyirsiniz, reklama qoya bilərsiniz. Belə, bu biznes yaratdıqdan sonra gəlir. Əvvəldə gəlmir. Və bu da. Bu statistikada hər bir şəkil ya videonun istatistikanıdır ki, bu imkanda profesional hesab yaratdıqdan sonra aktiv olur. Ki siz, məsələn, baxa bilərsiniz hansı post, hətta ödənişsiz şəkildə daha yaxşı nəticə qazandı, daha yaxşı baxış qazandı. Hər bir post altında bu gəlir. Baxın, hər bir post altında bu hal-hazırda baxırsınız ki, var. Və belə ki, baxırsınız, hal-hazırda bunlar aktiv oldu və mən reklam qoya bilərəm buradan. Amma indi qoymuram, çünki hələ çoxlu işlərimiz var. Və başqa şey də ki, bugünlük sizə deməliyəm, bu hissədir ki, biz gedirik səhifə düzənləyə ya burada. İndi gedirik, siz də gedin mənimlə birlikdə.
Belə ki baxırsınız, ilk profil şəklidir ki, bu mavi rəngini seçəndə profil şəkli qoya bilərsiniz biznes səhifə üçün. İkinci addır, səhifənin adı. Üçüncü kullanıcı ad ya username'dir. Baxırsınız, kullanıcı ad və ya username. Kullanıcı ad nə üçündür? Kullanıcı ad gəlib sizin rəsmi adınız olur. Ki bir dənədir Instagramda. Ad, məsələ mən indi adımda KFC də yaza bilərəm. McDonald's da yaza bilərəm. O ad problem yoxdur. Amma username ya kullanıcı ad xeyli önəmli bir addır ki, siz bir dəfəlik dəqiq brendinizi orada təqdim edirsiniz. Və çox məsləhət verirəm ki, adınız və kullanıcı adınız mümkün olanda eyni şey olsun. Yaxşı deyil. Bəzilər gəlib bunu eləyir. Məsələn, brendin adı aşağıda xidmətin adını yazır. Profesional deyil. Daha yaxşıdır ki, hər ikisi brend kimi yazın. Əgər məsələn burada Fərbod Şərifidir, burada da Fərbod Şərifi olsun. Yaxşı. Və bu da belə. Başqa şey ki, önəmlidir, biografidir. Ki, bio yazıb. Fikirləşin, bütün dillərdə biodur. Ki, siz burada qısa və konkret başlıqlar ilə işinizi təqdim edirsiniz. Burada ehtiyac yoxdur cümlə yazmaq, çünki kəsə icazə vermir. Baxın, 150 hərf icazə verir ki, yazın. Hekayə yaza bilmirsiniz, mənim adım budur, mən beləyəm, məhsulum Türkiyədən gəlir, əladır, filan, xeyr. Ancaq nələr var? Bir menyu kimi qısa konkret, nə mallar, nə məhsullar, nə xidmətlər var, onları yazırsınız. Müştəri girəndə onu baxır, tapa bilməsi çıxır. Ona görə bu xeyli önəmlidir. Biz onlarda danışacağıq. Burada qısa konkret başlıqlar ilə xidmətlərimizi təqdim etməliyik. Aha. Bu ki, cinsiyyətdir, kişi, qadın. Biznes üçün mənasızdır, onu işləmək ehtiyac yoxdur. Bu hissədə önəmlidir. Yazıb səhifə. Bu. Ki, hələ ki bağlı deyil. Bu nədir? Facebook'a dedim, bağlaya bilərsiniz. Yadınızdadır. Facebook'a bağlayanda bura gəlir və istəsəz buradan da bağlaya bilərsiniz, istəsəz buradan kəsə də bilərsiniz. O əlaqəni ki, bağlayırsınız Facebook ilə. Kateqoriyadır. Əgər ki, səhv seçdinizsə, məsələ indi bu dərsə qoşuldunuz, deyirsə, mənimki səhvdir. Gəlirsiniz burada və dəyişirsiniz. Girirsiniz bu hissədə dəyişirsiniz. Contact options ya əlaqə vasitələr. Yadınızdadır, nömrə, ünvan. Əgər ünvanınız səhvdirsə, əgər nəsə səhv varsa, gəlirsiniz buradan, bunu seçirsiniz, düzəlirsiniz. Action button, profile display, bu şeylər hələ ki lazım deyil. Add music to your profile, bu təzə bir şeydir. Birinci dəfədir mən də görürəm. Musiqi qoya bilərik səhifəmiz üçün. Maraqlıdır. Maraqlıdır. Musiqi qoymaq olar səhifə üçün. Və profil səhifəsində bu bir musiqi kimi gedir. Hələ ki bugün üçün bu qədər. İstəmirəm çox uzun olsun, yarım saat kifayətdir. Siz də məşq edin, dəftərdə qeyd yazın. Bu videonu o qədər baxın ki, heç nə nəzərinizdən qaçmasın. Yorumda yazın suallarınızı, fikrinizi. Zəhmət olmasa bəyənin. Bir növ dəstək eləyin məni ki, davam eləyin motivasiya cəhətdən. Bəziləriniz yorum yazdınız. Çox təşəkkür edirəm gözəl yorumlarınız üçün. Bu videoları dostlarınıza da atın, başqa insanları da dəvət eləyin. Bir növ motivasiya eləyin, mənə zəhmət olmasa ki, davam eləyim. Çünki baxırsınız indi mən yarım saatdır ki, yəqin özünüz bilirsiniz nə qədər çətindir adam otursun, birbaşa yarım saat heç kəsməsin, bir video çəksin və onu paylaşsın. Hələ sonra da səsi düzəltməkdir, yazmaqdır və çox iş aparan bir şeydir. Ona görə mənə bir motivasiya lazımdır. Nə qədər edə bilərsiniz, lütfən dostlarınıza atın, bəyənin, abunə olun. İnşallah davam edək. Çünki bu yol çox uzun bir yoldur
və sizin dəstəyinizlə təbiidir ki, qeyri-mümkündür bu yola getmək. Bu qədər. Özünüzə yaxşı baxın. Sağ olun.